İnanmadım demek belədir. Bina bizim bu bina 20 ildə tikilibdi. 20 ildə bu binada yani bir düzenli iş gören yoktu, işte görürüm. Böyle bina sakinləri özləri iş görür, özləri düzəldir. Nəyi var özləri yarı yarımçıq hamısını özləri düzəldir. MTK tərəfindən bir köməklik yoktu. Ondan əlavə də bu qabaq tərəfində də bir quyu qazılıbdı. 20 ildə o qalıb orada. Onun qarşısında həyət evləri var. Onlar yani tikməyə onu mümkün deyil, tiksinə icazə vermədilər. O binada da ilanlar da bana gelmişti. Kesin de böyle bir, geçen hafta 2 tane ilan öldü diyordu. Gözlü kara ilanlar idi. Uşaqlarımızı yani korkudan uşaqlarımızı, nəvələrimizi orada bıraka bilmirik ki, hayatta oynasın. Hayat da maşından doludur. Hayat da maşından doludur. 2 tane demek garajda 2 maşın yandı. Skor pajarını girə bilmədi. Skoru gəlib ki, o şəhərə daxil ola bilmir, həyata girə bilmədi. O belə bir vəziyyətdəyik. Bu da yerləşir bizdə Nizami rayonu, Məmmədəli Şərifli 25/93 1B binasıdır. 1B binası. Bu Sivas Kinoteatrının arxa tərəfindədir. Yəni bax bu vəziyyətdə yaşayırıq. Nə uşaqlarımızın oynamağa yeri var, nə bir maşınlar əlindən nə bilim həyata bir skoru girə bilir, nə pajarını girə bilir. Yani əsasda Leyla xanımdan xahiş edirik ki, bizə bir kömək eləsin bu binamızı. Yəni orada bir uşaqlar üçün əyləncə yeri düzəlsin, o quyu dolsun. Yəni bir gün uşaqlarımızın biri ilan vuracaq qalacaq ortalarda. Xahiş ederim sizdən. Sağ olun, minnətdarım.